İlham Əliyev gənc, artıq siyasətlə məşğul olan, devlət işi ilə məşğul olan Azərbaycanın vətəndaşıdır. Onun çox böyük təhsili və böyük biliyi var. Eyni zamanda artıq bu son 5-6 il içərisində də burada Azərbaycanda əvvəl də onun iş təcrübəsi var. Beynəlxalq Əlaqələr İnstitutunda müəllimlik edibdir. Bu asan bir şey deyil ki. Dərs də etdi tələbələrə. Diplomatlar hazırlayan bir universitetdə bu dərs deyib tələbələrə. Bunun cəmsi 23 yaşı vardı bu. Elmira namizədi dissertasiyasını müdafiə etdi. Ondan sonraki devirdə institutdan onu mənə görə çıxartdığına görə gedib bir 3 il bu bizneslə məşğul olub. O təcrübəni də toplayıb. İqtisadiyyatda bilir. Və indi də Devlət Neft şirkətində birinci vitse-prezident vəzifəsini apararaq bizim Azərbaycanın neft siyasətini, Azərbaycan devlətinin yeni siyasətinin həyata keçirməsinin faal iştirakçısıdır. Yəni onun həll edici figurlarından biridir. Xarici iqtisadi əlaqələrə rəhbərlik edir və beləliklə Azərbaycan neftinin dünya nefti ilə birləşməsi və inteqrasiyası, bu proseslərlə kontraktların hazırlanması, həyata keçirilməsi bu sayədə böyük təcrübə toplamış adamdır.